Salam. Heç belə bir vəziyyətlə qarşılaşmısınız? Böyük bir müqavilənin bir addımlığındasınız, amma dediyiniz sadə bir söz və ya etdiyiniz adi bir jest hər şeyi alt-üst edir. Niyə? Çünki qlobal biznesdə uğurun qaydaları təkcə rəqəmlərlə ya da müqavilələrlə yazılmır. Bugün biz məhz bu görünməz, amma həlledici qaydalardan mədəniyyətlər arası ünsiyyətin sirlərindən danışacağıq. Baxın, dünya heç vaxt indiki qədər kiçik olmayıb. Bir kliklə, bir zənglə dünyanın o biri başına bağlanırıq. Amma burada qəribə bir paradoks var. Biz bir-birimizə fiziki olaraq yaxınlaşdıqca, mədəni fərqliliklər, o görünməz uçurumlar bəzən daha da dərinləşir. Və beynəlxalq biznesdəki ən böyük, ən baha başa gələn səhvlər də məhz bu görünməz uçurumlarda baş verir. Əsas məsələ də elə budur. Biznes qloballaşdıqca mədəniyyətlər istər-istəməz toqquşur. Artıq bizim komandamızda, müştərilərimiz arasında tamamilə fərqli düşüncə tərzinə, fərqli davranış normalarına sahib insanlar var. Yaxşı, bəs bu toqquşmanı bir fəlakətə yox, əsl bir fürsətə necə çevirə bilərik? Gəlin baxaq. Artıq bu reallıqdan qaçış yoxdur. Bu istisna deyil, yeni normadır. İstər xarici bir müştəri ilə danışıqlar aparın, istərsə də fərqli ölkələrdən olan insanların olduğu bir komandada çalışın, mədəni fərqlilikləri anlamaq artıq sadəcə əlavə bir bacarıq deyil, peşəkarlığın təməl şərtlərindən birinə çevrilib. Biz adətən maneəni dildə, ləhcədə axtarırıq, amma əsl problem tələffüzdə deyil, təfəkkürdədir. Ən böyük, ən keçirməz bariyerlər o gözlə görmədiyimiz, şuurumuzun dərinliklərində kök salmış davranış kodları, dəyərlər və gözləntilərdir. Gəlin əvvəlcə bir aydınlıq gətirək. Mədəniyyət nədir? Mədəniyyət sadəcə geyim, yemək və ya adət-ənənələr deyil, əsla. O daha çox bizim beynimizdəki bir növ proqram təminatı kimidir. Bizim davranışlarımıza, qərarlarımıza və hətta dünyanı necə qavradığımıza təsir edən dərin, gizli bir proqramlaşdırmadır. Bu gizli modellər bizim kim olduğumuzu formalaşdırır. Mədəniyyəti bir iceberg kimi düşünün. Biz çox vaxt yalnız suyun üstündəki o kiçik hissəni görürük. Dil, geyim, musiqi kimi elementləri. Amma icebergin əsl gücü, əsl kütləsi suyun altındadır. Məhz orada dəyərlər, inanclar, zaman anlayışı, düzgün və səhv haqqında təsəvvürlər gizlənir. Biznesdəki ən böyük toqquşmalar da məhz bu görünməyən, amma çox güclü fərqliliklərdən yaranır. Məsələn, gəlin dinləmək kimi çox sadə bir davranışı götürək. Bir çox qərb mədəniyyətində aktiv danışmaq, müzakirəni idarə etmək liderlik əlaməti sayılır. Susmaq isə bəzən passivlik, hətta zəiflik kimi qəbul edilə bilər. Amma bir çox şərq mədəniyyətində tam əksinədir. Diqqətlə dinləmək, hörmət, müdriklik və əsl güc göstəricisidir. Görürsüz? Eyni hərəkət, amma tamamilə fərqli mənalar. Yaxşı, əgər problemi anlayırıqsa, onda niyə belə çətindir? Niyə sadəcə olaraq davranışımızı dəyişə bilmirik? Niyə başqa bir mədəniyyətin qaydalarına uyğunlaşmaq bizə bu qədər ağır və qeyri-təbii gəlir? Cavab əslində çox sadə bir təcrübədə gizlidir. İndi bir saniyəlik dayanın. Qələmi hər zaman yazdığınız əlinizlə yox, digər əlinizlə tutub adınızı yazmağa çalışın. Necə hissdir? Çətin, yöndəmsiz, qeyri-təbii. Hətta biraz stresli, deyilmi? Bax, başqa bir mədəniyyətin qaydaları ilə davranmağa çalışmaq da məhz belə bir hissdir. Beynimiz avtopilot rejimindən çıxır və hər kiçik addımı şuurlu şəkildə atmaq məcburiyyətində qalır. Bu yorğunluq, bu gərginlik elə mədəniyyət şokunun özüdür. Deməli, bütün bunlardan çıxış yolu nədir? Cavab bir sözdədir. Empatiya. Amma diqqətli olun, empatiya başqasının davranışını kör-körənə təqlid etmək, onu yamsılamaq deyil. Bu, onsuz da çox süni və qeyri-səmimi görünər. Əsas məsələ təqlid etmək yox, anlamağa çalışmaqdır. Onların dünya görüşünü, onların normalını anlamaq. Gəlin belə bir senariyə baxaq. Təsəvvür edin ki, sizə eyni qiyməti və keyfiyyəti təklif edən iki fərqli təchizatçı arasında seçim etməlisiniz. Təchizatçı A sizin ölkənizlə, mədəniyyətinizlə maraqlanır, suallar verir, sizin iş tərzinizə uyğunlaşmağa çalışır. Təchizatçı B isə bunlara heç vaxt ayırmır. Yalnız işə fokuslanıb və hər kəsdən özü kimi, yəni normal davranmağı gözləyir. İndi səmimi deyin, hansını seçərdiniz? Cavab çox aydındır, elə deyilmi? Əlbəttə ki, demək olar hamımız A təchizatçısını seçərik. Bu, çox aydın şəkildə sübut edir ki, empatiya və mədəniyyətə həssaslıq sadəcə bir nəzakət qaydası deyil, həm də çox ciddi bir rəqabət üstünlüyüdür. Qısası,
Empatiya qurmaq yaxşı biznes qurmaq deməkdir. Yaxşı, bəs strategiyamız nə olmalıdır? Qızıl qayda budur. Özünüz olun. Başqasını təqlid etməyə çalışmayın. Bu, onsuz da yöndəmsiz görünəcək. Ancaq, eyni zamanda öz mədəniyyətinizin ən ifrat, qarşı tərəf üçün anlaşılmaz ola biləcək tərəflərini biraz yumşaldın. Belə düşünün, beynəlxalq hava limanlarının biznes zallarında bir mühit var. Hər kəs öz mədəniyyətini daşıyır, amma hamının riayət etdiyi yazılmamış bir qlobal davranış norması da mövcuddur. Məqsəd məhz bu ortaq qlobal mədəniyyətə uyğunlaşmaqdır. Yaxşı, nəzəriyyə əladır. Bəs praktika? Bütün bu empatiyanı və strategiyanı real həyatda necə tətbiq edə bilərik? Bunun üçün bizə konkret bir yol xəritəsi, bir növ davranış kodeksi lazımdır. Gəlin uğurlu bir mədəniyyətlərarası əməkdaşlıq üçün hazırlanmış bu davranış kodeksinin təməl prinsiplərinə birlikdə nəzər salaq. Hər şey təbii ki, hörmətlə başlayır. Fərqliliyi bir problem yox, bir dəyər kimi görməliyik. Sonra isə güzgünü özümüzə tutmalıyıq. Bizim normal hesab etdiyimiz hər şey əslində bizim mədəniyyətimizin məhsuludur. Eyni məntiq qarşı tərəfə də aiddir. Və ən vacibi, münasibətlərdə etimad yaranandan sonra bu fərqliliklər haqqında açıq danışmaqdan çəkinməyin. Bu qorxulu deyil, əksinə çox faydalıdır. Praktikada isə bir neçə qızıl qayda var. Məsələn, tanışlığa həmişə bir qədər rəsmi başlayın. Qoy səmimiyyətə keçid təklifi qarşı tərəfdən gəlsin. Unutmayın, özünüz olun, başqasını yamsılamayın. Dil bariyeri varsa səbirli olun, anlayış göstərin. Çünki bu, hər iki tərəf üçün çətindir və ən vacib qayda. Heç vaxt fərz etməyin. Anladığınızdan tam əmin olmaq üçün vacib məqamları təkrar-təkrar soruşun, dəqiqləşdirin. Unutmayın, 5 dəqiqəlik dəqiqləşdirmə sizi milyonlarla dollarlıq səhvlərdən qoruya bilər. İndi isə gəlin, bütün bu prinsiplərin dünyanın fərqli yerlərində necə tətbiq olunduğuna dair bir neçə çox konkret, real həyatdan nümunəyə baxaq. Gəlin iki tam fərqli dünyanı, iki qütbü müqayisə edək. Şimali Amerika və Ərəb dünyası. Birində liderlik qətiyyət və sürətli qərar deməkdir, digərində isə şəxsi əlaqələr və tanışlıqlar daha önəmlidir. Birində ünsiyyət birbaşa, konkret və sadədir, digərində isə təriflər, ritorika və dolaylı ifadələr daha çox istifadə olunur. Amerikalı üçün nəticə yönümlü, qısa bir görüş effektiv sayılarkən, ərəb tərəfdaşı üçün bu, hörmətsizlik kimi görünə bilər. Çünki onlar üçün əvvəlcə münasibət qurmaq daha vacibdir. Bu sadəcə bir nümunədir, amma bütün dünyada bu cür saysız-hesabsız fərq var. Bütün bu qaydaları, fərqlilikləri yadda saxlamaq çox çətin görünə bilər, bilirəm. Amma əslində hər şeyin təməlində duran bir neçə, çox sadə, universal vərdiş var. Həmişə maraqlı olun, uşaq kimi suallar verin, insanlarla yalnız iş ortağı kimi yox, bir fərd kimi maraqlanın. Öyrənməkdən heç vaxt yorulmayın. Və ən vacibi, nə qədər fərqli görünsək də, mədəniyyət pərdəsinin arxasında hamımızın eyni hissləri, qorxuları və arzuları olan insanlar olduğumuzu heç vaxt unutmayın. Və yekunda, gəlin hamımız bir anlıq düşünək. Bizi formalaşdıran, amma bəlkə də heç vaxt şübhə altına almadığımız hansı mədəni fərziyyələrimiz, hansı avtomatik davranışlarımız var? Və bu görünməz fərziyyələr bizim qlobal biznesdəki uğurumuza, münasibətlərimizə bilmədən necə təsir göstərə bilər? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.